Salam, hər vaxtınız xeyirli olsun. Bugün biz sosial işə giriş fənni ilə bağlı yeni bir mövzudan sizlərin görüşünüzə gəldik. Yəni, bugünkü mövzularımızda digər mövzularımız kimi çox aktual məsələlərdən birinə həsr olunubdur. Sosial işçilərin xidmət etdiyi qruplardır. Biz bilirik ki, yəni sosial işlə bağlı bir çox mühüm sahələr vardır. Şübhəsiz ki, bunlardan biri də məhz sosial işçilərin xidmət etdiyi qruplardır. Burada da e, ilk öyrənəcəyimiz başlıqlardan biri məhz sosial xidmət anlayışı, onun formaları, növləri və şərtləridir. Bəri başdan qeyd edək ki, bu anlayış və bununla sosial xidmətlə bağlı növbəti mövzularda daha geniş şəkildə, əhatəli şəkildə bilik veriləcəkdir. Ancaq burada bizim əsas məqsədimiz sosial xidmət haqqında müəyyən bilgilər verməkdir. Sosial xidmət çətin həyat şəraitində yaşayan şəxsin, ailənin, sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir. Yəni, sosial xidmət demək, problemli insanların problemlərini aşkara çıxarmaq, aradan qaldırmaq və digər insanlarla bərabər həyat şəraitini təmin etmək üçün komplekslər tədbirlər sistemi nəzərdə tutulur. Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Əlbəttə, sosial xidmət həyata keçirərkən də sosial, iqtisadi, siyasi, mədəni, psixoloji, sosial psixoloji və digər buna uyğun məsələlər hökmən nəzərə alınmalıdır. Sosial xidmətin formalarına gəldikdə, əsasən sosial xidmətin formaları dörd qrupa ayrılır. Evdə sosial xidmət, ya da buna səygə sosial xidmət deyilir ki, evdə sosial xidmət adətən evdə keçirilir. Bu bir qədər daha çox mütəmadi xarakter daşıyır. Elə yəni beneficiarlar var ki, onlara mütəmadi şəkildə evdə sosial xidmət göstərməyə ehtiyac vardır. Yəni stasionar sosial xidmət gün ərzində göstərilən sosial xidmətdir ki, yəni ancaq gün ərzində göstərilir və deyək ki, və bütün işlər müəyyən bir gün ərzində aparılır. Elə beneficiarlar var ki, onlara ancaq gün ərzində sosial xidmət göstərmək lazım gəlir. Stasionar sosial xidmət ancaq ehtiyac duyulduqda müəyyən vaxtlarda deyək ki, ehtiyac duyulduqda aparılan sosial xidmət məhz stasionar sosial xidmətdir. Və sosial məsləhət yardımı dedikdə isə bu daha çox məhz məsləhətə ehtiyacı duyan insanlarla sosial məsləhətləşmələrin aparılmasıdır. Bu da vacib məsələlərdən biridir. İnsanlar var ki, məhz sosial məsləhətlərə ehtiyac duyur, yəni sosial problemlərlə bağlı. Sosial xidmətin növləri təyinatlarına görə müəyyənləşir. Yəni, təyinatlarından asılı olaraq sosial xidmətlər vardır və onlar da aşağıdakılardan ibarətdir. Birincisi, sosial məişət xidmətləridir ki, burada şəxslərin, ailələrin məişət şəraitinin, yaşayış vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Tibbi sosial xidmətlər şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Yəni, məsələn, məişət xidmətlərində daha çox məişət şəraitinin yaxşılaşdırılması, yaşayış vəziyyətinin yaxşılaşdırılması, tibbi sosial xidmətdə daha çox sağlamlıq vəziyyəti, sağlamlıq problemi ilə bağlı işlərin aparılmasından söhbət edir. Sosial-psixoloji xidmətlərdə isə daha çox psixoloji problemlərə yönəlik məsələlərin həllidir. Yəni, şəxslərin cəmiyyətdə adaptasiyası məqsədi ilə psixoloji vəziyyətin reabilitasiyasını nəzərdə tutur psixoloji xidmətlər. Sosial-pedaqoji xidmətlər yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına yönəlir. Onlarda müsbət maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə tərbiyəsinə, dəstəyə yönəlmişdir. Əlbəttə, pedaqoji xidmətin də əsas mahiyyətində məhz istər yetkinlik yaşına çatmayanlar olsun, yaxud da digər problemli insanlarla müşahidə olunan, tərbiyə məsələlərlə müşahidə olunan məsələlərə diqqət yetirmək olduqca vacib məsələlərdən biridir. Sosial xidmətin növlərindən biridir. Sosial-iqtisadi xidmətlər şəxslərin həyat səviyyəsinin qorunmasına və möhkəmlənməsinə yönəlmişdir. Yəni, burada daha çox iqtisadi xarakterli, yəni deyək ki, həyat səviyyəsində, gəlirlər məsələsində, digər məsələlərdəki problemlər var.
O zaman şəxslərin həyat səviyyəsini qorumaq və möhkəmləndirmək iqtisadi anlamda olduqca önəmlidir. Xüsusi hüquqi xidmətlərdə daha çox hüquq məsələləri ilə bağlıdır. Yəni benefisiarlara hüquqi yardım göstərilməsi, benefisiarların hüquqlarının qorunmasına və onların öz hüquqlarını müdafiə etməsinə yönəlmişdir. Paliativ xidmətlər müalicəsi mümkün olmayan şəxslərin, onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərin müəyyən edilməsi, qiymətləndirilməsi və yardım göstərilməsinə yönəlmişdir. Biz bilirik ki, belə insanlar var ki, onların müalicəsi mümkün deyil, problemlərə kritik bir həddədir. Belə insanlara xidmət əlbəttə etmək o qədər də asan deyil. Ancaq hər halda sosial işçilərin xidmət sahələrindən biri məhz paliativ xidmətlərdir ki, bu da önəmli məsələlərdən biridir. Sosial xidmət göstərmək üçün əsas şərtlər də var. Yəni şəxs, ailə aşağıdakı əsaslardan hansı biri olduqda çətin həyat şəraitində hesab edilir. Uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması məsələlərdən biridir. Uşaqların sağlamlıq imkanlarının məhdud olması, bu da bəlli əgər uşaqlarda hansı bir sağlamlıq imkanlarında problem varsa, artıq bunun üzərinə işləmək və bununla bağlı işin aparılması olduqca vacibdir. Yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükə vəziyyətdə olması, yəni elə yetkinlik yaşına çatmayanlar var ki, baxımsız vəziyyətdə qalır və sosial anlamda yəni təhlükəli bir vəziyyətdə ki, onlara yardım etmək lazımdır. Xəstəlik, əlillik və ya ağırlıqla bağlı özünə qulluq qabiliyyətinin, habelə şəxsə, ailəyə qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması, xəstəlik, əlillik və axarlıqla əlaqədar özünə qulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək qolumların olmaması, uyğun icra hakimiyyəti orqanı təsdiq etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən gördüyümüz kimi bu da olduqca önəmli məsələlərdən biridir ki, sosial xidmət göstərmək üçün hər halda əsas şərtlərdən biridir. Şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması, yəni elə xəstəlik var ki, ictimai təhlükəli xəstəlikdir və bu həyat fəaliyyəti məhdudlaşdırıcı və belə də olanlar çətin həyat şəraitində hesab olunurlar. İnsan əlverinin qurbanı olanlar da məhz ciddi problemlərlə üzləşən deyək ki, sahələrdən biridir. Sosial xidmət sahələrinin yaxud çətin həyat şəraitində yaşayanlardan biridir. Məişət zorakılığından zərər çəkməsi, bəzi insanlar var, məişət zorakılığından zərər çəkir və bu da ciddi şəkildə, yəni bir ciddi şəkildə bir problem kimi ortaya qoyur və burada da hökmən diqqətli olmaq lazımdır. Müəyyən yaşayış yerinin olmaması bu da aydın məsələdir ki, hər hansısa bir daldanacaq, yaxud da hər hansısa bir sığınacaq evin olmaması da məhz çətin həyat şəraitlərindən hesab olunur. Valideynlərin itirməsi və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması. Bu da belə hallarla da üzləşə bilərik və buna da hazır olmaq lazımdır. Və bir də şəxsin sosial yadırğama, dezadaptasiya və sosial məhrumiyyət, deprivasiya vəziyyətdə olması. Bəli, dezadaptasiya məsələləri olur, yəni uyğunlaşa bilməmə müxtəlif səbəblərdən, iş həyatına, yaxud da digər məsələlərdə. Yəni bu da onu göstərir ki, məhz sosial yadırğama da çətin həyat şəraitindən biri hesab olunur. Eləcə də sosial məhrumiyyət, yəni deprivasiya vəziyyətində olmaq da, yəni bütün imkanlardan, deyək ki, bütün məsələlərdən, həyata baxış məsələlərində, həyatın varlığında məhrumiyyətlər hər halda insanlar depressiyaya salır və bu vəziyyətdən çıxış yolu lazımdır və bu da çətin həyat şəraitindən biri hesab olunur. İkinci yarım başlığımız sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri və bacarıqları. Biz ilk növbədə sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələrini müəyyənləşdirə bilərik və bunlar da aşağıdakılardır. Birincisi, sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirməsini həyata keçirmək, sosial xidmətə göstərilən şəxsə, ailəyə sosial xidmət göstərilməsi dair fərdi planı tərtib etməkdir. Burada yəni müəyyən bir fərdi plan əsasında işi həyata keçirməkdir. Yəni burada əsas məsələ odur ki, fərdi plan məhz əvvəlcədən tərtib etməlidir ki, bu bizim üçün əsas vəzifələrdən biridir. İkincisi, çətin həyat şəraitində olan şəxsin ailənin problemlərinin həllinə və aradan qaldırmasına yardım etməkdir. Yəni
Artıq burada konkret olaraq hər hansısa bir şəxs və yaxud da ailə problemlə üzləşibsə, onlara yardım etmək bizim borclarımızdan biridir. Yəni, bu da bizim üçün bir borcdur. Sosial xidmət məsələsindən bağlı bir vəzifədir. İkincisi, sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına əməl etməkdir. Sosial işçi sosial xidmət göstərərkən nə olur olsun, qanunvericilikdən kənara çıxmamalıdır, peşə etikasına əməl etməlidir. Çünki bizim üçün əsas məyyar sosial xidmət sahəsində məhz qanunvericilikdir və peşə etikası. Qanunvericilik qanunlara, müddəalarına önəm verməkdir. Peşə etikası isə etikamızın, yəni peşəmizin mahiyyətindən gələn etik qaydalara, normalara əməl etməkdir. Bu da bizim üçün bir vəzifədir, sosial işçilərin baxımından. Və dördüncüsü, sosial xidmətlərin sosial xidmət göstərilməsi üzrə standartların tələblərinə uyğunluğunu təmin etməkdir. Yəni, sosial xidmətin göstərilməsi üçün konkret standartlar var ki, biz o standartlar əsasında işimizi həyata keçirməliyik. Standartdan hər hansı bir mənada kənarda çıxmaq yenə də problemlərə yol aça bilər. Yəni, biz bilirik ki, konkret müəyyən standartlar var və o standartlar əsasında sosial xidməti həyata keçirilir. Əgər hər hansısa işsizlik buradan kənara çıxmalar sosial işçi üçün mənfi nəticələrə gətirib çıxara bilər. Beşincisi, xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və layiqətinə hörmətlə yanaşır. Əlbəttə, sosial işçi öz hüquqlarını bilirsə, özü öz şərəf və layiqətinə dəyər verirsə, deməli, benefisiarların da hüquqlarına, şərəf və layiqətinə hörmətlə yanaşmalıdır. Altıncısı, sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı seçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verilmək. Bəli, sosial işçi sosial xidmət göstərərkən dinindən, irqindən, cinsindən asılı heç bir ayrı seçkiyə yol vermirlər. Heç bir qeyri-insani addım atmamalı, ləyaqəti alçaldan rəftara yol vermirlər. Yəni, bütün yuxarıda da qeyd etdiyimiz kimi, bütün işlərini ədalətlə, heç bir ayrı seçkilik olmadan həyata keçirməlidir və qanunvericiliyə əsaslanmalıdır, peşə etikasına əsaslanmalıdır. Yedincisi, sosial xidmət göstərdikləri şəxsləri, hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda təsbit olunmuş sosial müdafiə tədbirlər və çətin əmək şəraitində olan şəxsin, ailənin rifahını yaxşılaşdırmaq üçün mövcud olan imkanlar haqqında məlumatlandırmaq. Yəni, sosial işçi, sosial xidmət göstərərkən benefisiarların hüquqi, sosial, tibbi və digər təminatlarına bağlı qanuna nəzərdə tutulmuş məsələlər hamısını onların diqqətinə çatdırmalıdır, məlumatlandırmalıdır. Yəni, bu sosial işçinin benefisiarla işləməsini daha da yaxşı edər hər halda. Hər kəs öz hüquqlarını, vəzifələrini bilərsə, o zaman orada işin keyfiyyəti də yüksək olacaq. Və 8-ci, öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların konfidensiyalı, məxfiliyini təmin etmək. Bu da biz bilirik ki, olduqca önəmli məsələlərdən biridir. Yəni, məxfilik məsələsi, konfidensiallıq məsələsi olduqca önəmlidir. Çünki biz konfidensiallıq əsasında biz öz işimizi həyata keçirsək, o zaman daha yaxşı nəticələr əldə edə bilər. Yəni, sosial işçi benefisiarın sirlərini, onlara aid olan məsələləri müəyyən istisnalar nəzərə almasaq ki, bu istisnalar ancaq qanunvericiliklə tənzimlənməlidir. O zaman əgər ki, hansısa təhlükəli bir məqam olarsa, yaxud da hansısa bir məsələ ancaq qanunvericiliklə bilərsə, aşkara çıxa bilər. Digər hallarda isə bu yol verilməz. Sosial işçilərin vəzifələrini dedik. İndi isə sosial işçilərin sosial xidmət göstərərkən ortaya qoyduqları bacarıqlar da vardır, ortaya qoymalı bacarıqlar vardır. Yəni, sosial işçi aşağıdakı sosial xidmətləri göstərməyi bacarmalıdır. Bu da bacarıqlara aiddir. Birincisi, ictimai işə cəlb olma prosesinə hazırlıq görməkdir. Bunlara nə aiddir? Müştərilərin istiqamətləndiyi mənbələr təsvir etmək və tələb olunduğu halda gələcəkdə əlavə məlumat üçün istinad olunacaq mənbələri izah etmək bacarığı olmalıdır. Digər peşəkarlar və gəncliklər əlaqə saxlamağın yollarını, ilkin proses barədə əlavə məlumatların araşdırılması qaydalarını nümayiş etdirmək bacarığı olmalıdır. Toplanılan məlumatın ümumiləşdirilməsi və ən yaxşı üsul kimi öz peşəkar rəyini istifadə etmək, ilkin cəlb olma prosesi barədə məlumat üçün plan hazırlamaq bacarıqlıdır. Yəni, burada gördüyümüz kimi, sosial işçi birincisi məlumatları özü əldə etməli, özü işləməli, ikincisi başqa əlavə məlumatlar əldə etməlidir, agentliklərdən, digər peşəkarlardan. Sonda isə yəni, ümumiləşdirmək bacarığı olmalı. İkinci, müştəri ehtiyaclarını, riskləri və şəraiti qiymətləndirmək bacarığı. Müştərinin öz şəraiti barədə fikirlərini dinləməyin vacibliyini, onun öz güclü tərəfləri, ehtiyaclarını
gözlentilərini müəyyən etməsi, aydınlaşdırması və ifadə etməsi üçün imkanların verilməsinin vacibliyini izah etmək lazımdır. Daha sonra benefisiarlara öz güclü tərəflərini, nailiyyətlərini və bacarıqlarını inkişaf etdirməkdə kömək olacaq vasitələri müəyyən etməyə yardımcı olmaqla, onlara öz xidmət planına töhfə verməyə, istiqamətlənməyin yollarını göstərmək bacarığı olmalıdır. Müştərilərin vəziyyəti ilə bağlı olan riskləri müəyyən etmək üçün onlarla işləməyin yollarını göstərmək bacarığı olmalıdır. Müştərilərin şəraitində müəyyən olan istənilən riskin xarakteri, dərəcəsi, zərurluğu, nəticələrə daxil səbəb və zəruri halda müştərini risk ya təhlükə qarşısında qoyan vəziyyətlərdən çıxarmaq üçün görüləcək hər hansı təcili tədbir barədə hesabat hazırlamaq bacarığı olmalıdır. Və təşkilati tələblərə əsasən məlumatların dəqiq və ədalətlə qeydə alınmasını təmin edərək müştərinin qiymətləndirilməsi qaydalarını nümayiş etdirmək bacarığı olmalıdır. Bacarıqlardan üçüncüsü müştəri üçün xidməti plan hazırlamaq və tətbiq etməkdir. Burada nə nəzərdə tutulur? Benefisiarın vəziyyətini yaxşılaşdıracaq ictimai müdaxilənin bir sıra metod və modellərini axtarması qaydalarını göstərməkdir. Müştəri üçün xidmət planını hazırlamaq və ən azı aşağıdakı amillər daxil olmaqla xüsusi vəziyyətlərdə dəqiq müdaxilələrin seçilməsi üçün irəli sürdüyü öz məntiqli əsasını izah etmək, müdaxilələrin miqyasını, onlarda qrafik, o cümlədən proyektləri müəyyənləşmək bacarığı olmalıdır. Bu nədir? Planın asılı olduğu polis, tibbi xidmətlər və sair kimi digər xidmətlər və resurslar bacarığı olmalıdır. Digər xidmətlər və resursların əlaqələndirilməsi və bu barədə aşılan aparılması üçün plan olmalıdır. Plan üzrə monitorinq və hesabat sistemi aparılmalıdır. Çıxış strategiyası olmalıdır və bir də plan üçün əks qiymətləndirmə meyarları olmalıdır. Xidməti planların icrasına yardım edən digər təşkilatların rol və funksiyaları təsvir etmək və bu təşkilatlar daxilində digər peşəkarlarla birgə iş, əlaqələrinin qurulmasının vacibliyini izah etmək bacarığı olmalıdır. Müvafiq xidmət və resursların əlaqələndirilməsi də daxil olmaqla peşəkar biliklərdən və insanlarla ünsiyyət qurma bacarıqlarından istifadə etməklə xidməti planının tətbiqi qaydalarını nümayiş etdirmək bacarığı olmalıdır. Müştərinin vəziyyətinin yaxşılaşdırılmasının effektivliyinə təsir etməklə ilkin qiymətləndirmə hesabatını hazırlamaq lazımdır. Ətraflı qiymətləndirmə nəzərə almaq üçün müdaxilələrlə güləşən etmək yollarını göstərmək bacarığı olmalıdır. Beləliklə, üçüncü yarım başlığımızda sosial hissələrin xidmət etdiyi qrupları aydınlaşdırmaqla bağlı ki, konkret olaraq sosial hissələrin xidmət etdiyi qruplar hansılardır və onların necə qulluq etmək olar. Yəni, sosial hissələrin xidmət etdiyi insanlara körpələrdə tutmuş yaşlı və eyni zamanda müxtəlif sosial-iqtisadi qrupdan ildən edilən olan insanlarla çeşidlənir. Sosial hissələrin xidmət etdiyi adamlar qrupu, insanlar qrupu aşağıdakilərdən ibarət. Evsiz insanlar buraya aiddir, aydındır. Hiçbir sığınacaq yeri olmayan evsiz insanlar məhz bu kimi qruplardan biridir. Uşaq zorakılığı və etinasızlığı, cinsi, fiziki zorakılıqların özüdür olan ailələr buraya aiddir. Nikah problemi olan ailələr də profesional xidmət etdiyi qruplardan biri. Yəni biz bilirik ki, nikah, rəsmi nikah, kəbin ya da dini nikah var. Bunlarda da aydın olmalı ki, nikah hansı anlamlardan yenə də problemli ola bilir. Öyrənmə problemləri, evi tərk etmə problemləri, yeniyetmələr ilə valideynlər arasında olan problemlər, habelə yaşlıların cinayətə qoşulma problemləri mövcud olan ailələr də məhz buraya aiddir. İqtisə yoluxmuş fərdlər və ya ailələr də buraya aiddir. Yəni, bu da çox ciddi problemlərdir. Yəni, qarşılıq əsasma sindromuna yoxmuş fərdlər və həmin ailələr də məhz sosial işçilərin xidmət etdiyi qruplardan biridir. İşsizlik, fiziki qabiliyyətsizlik, iş bacarıqlarının olunması və digər amillər üzərinə maliyyə sıxıntıları birləşən fərdlər və ya ailələr də məhz sosial işçilərin xidmət etdiyi qruplardan biridir. Ərdə olmayan və hamilə yeniyetmə qızların problemi də buraya aiddir. Şəxsi və ailəvi problemləri olanlar da məhz belə qruplardan biridir. Fərdlər və ailələrin xüsusilə burada fiziki problemlər, əqli problemlər, bunları da məhz nəzərə almaq lazımdır. Eyni zamanda alkoholizmdən və narkotikadan sui-istifadə edənlərin özləri və ya ailələri də məhz bizim yəni sosial xidmətə aid olan qruplardır. Övladlığa götürülən uşaqlar, kimlərin ki, valideynlər onlara qarşı həm də mənəvi zorakılıq törədilər, bunlar da məhz həmin qruplardan biri hesab olunur. Eyni zamanda əqli inkişafdan geri qalmış adamların özləri və ya ailələr də işləmək, bunlar da çox vacib amillərdən biridir. Yaşlı adamlar, ahıllar, yəni gerontologiya, bu da məhz sosial xidmətin göstərdiyi qruplardan biridir. Miqrantlar, başqa ölkəyə getmək üçün müvəqqəti yerləşmiş adamlar, bunları da yəni biz buraya aid edirik.
Məktəblə əlaqədar problemlər olan uşaqlar bir çox ölkələrdə bu var. Azərbaycanda da müəyyən dərəcədə bu özünü göstərir və bunlarla da iş aparmaq sosial xidmət sahələrindən biridir. Hər hansı bir yaxının ölümü, itkisi, uşağın evdən getməsi və ya başqa problemlər nəticəsində böyük streslər keçmiş fərdlərdə sosial xidmət qruplarından biridir. İslam məsələlərində olan və ya oradan buraxmış insanlar və onların ailələri də məhz sosial xidmətin qruplarından biridir. Sosial-iqtisadi problemlərlə əlaqədar çətinliklər üzləşən insanlar və onların ailələri də məhz sosial xidmət sahəsində həyata keçirilən qruplardan biridir. Gördüyümüz kimi, burada da biz biraz daha da dəqiqləşdirdik ki, hansı sahələrdə məhz sosial xidməti aid qruplar və bunlarla işin aparılması olduqca önəmlidir. Və beləliklə bizim bu mövzumuzla bağlı yarınbaşlıqlarımızdan biri əhalinin alternativ qruplarının həyat səviyyəsinin yüksəldilmə sayəsində dövlətin göstərdiyi işlərdir və burada müəyyən sosial metod və formalarıdır. Hər şeydən əvvəl, yəni alternativ ailələr dedikdə, bir çoxları biz deyək ki, bu və digər anlamda daxil ola bilər, təqaüdçülər, əlillər, çoxuşaqlı ailələr, uğursuz ailələr, tənha ağır adamlar və başqalar. Belə bir vəziyyət təbii ki, milyonlarla insanların narahatlığına səbəb olur. Siyasi hakimiyyət hər hansı bir tərzdə bunu nəzərə almağa çalışır. Əhalinin həyat səviyyəsinin tənzimlənməsi istənilən siyasi rejim fəaliyyətinin əsas istiqamətlərindən biridir. Düzdür, burada dərhal qeyd etmək lazımdır ki, bu tənzimləmə ayrı-ayrılıqlarla, müxtəlif cür əks olunmaqla və eyni olmayan nəticələrlə həyata keçirilir. Bir qayda olaraq burada əsas problem iki amil olur. Ölkə iqtisadiyyatının vəziyyəti və sosial siyasətin önəmi. Yəni, ölkə iqtisadiyyatı əgər olduqca ağır vəziyyətdədirsə, hər hansı bir cəmiyyət, təbii ki, orada bu arada qeyd etdiyimiz aztəminatlı ailələrin sayı çox olacaqdır. Əgər ölkə iqtisadiyyatı yaxşı vəziyyətdədirsə, o zaman aztəminatlı ailələrinin az olması və ya olmaması ilə qarşılaşa bilərik. Amma sosial siyasətin məzmunu bir qədər fərqli ola bilər. Ölkələr var ki, ölkə vəziyyəti yaxşı ola bilər, ancaq deyək müəyyən mənada orada hansısa yəni sosial siyasətin həyata keçirməsində problemlər varsa, o zaman az da olsa məhz aztəminatlı ailələr müşahidə oluna bilər. Yaxud sosial siyasət dövlət tərəfindən qaydasında həyata keçirilirsə, o zaman deməli hər şey yolundadır və problemli ailələrdə demək olar ki, o dediyimiz aztəminatlı ailələrin sayı yox dərəcəsində olur. Əvvəllər əhalinin həyat səviyyəsinin təmizlənməsi mərkəzləşmiş halda yerinə getirilirsə, indi bu problem üçün yeni metodlarla bu problemlər həll olunur. Onlardan ən əsası məhz indeksasiya və kompensasiya məsələsidir. İndeksasiya gəlirlərin avtomatik düzəldilməsi mexanizmi kimi getdikcə artan həyatın yəni dəyərlərin qismən və ya tam ödəməyə xidmət edir. Xarici və yerli təcrübə göstərir ki, indeksasiya iki yol həyata keçirilir. Bir müəyyən müddətdən bir ildə yaxud da rübdə bir dəfə gəlirlərin müəyyən faiz artırması yolu ilə, iki qiymətlər artıqca gəlirlərin qabaqcadan müəyyənləşdirilmiş faizə qədər dəyişdirilməsi yolu ilə. Bir qayda olaraq vətəndaşların pul gəlirləri, əmək haqqı, pensiya, müavinət, təqaüd, birdəfəlik ödəmələr istisna olmaqla sosial ödəmələrin bütün növləri indeksasiya edilir. Mülkiyyətdən gələn, yəni aksiyalar, paylar, daşınmaz əmlak gəlirləri də indeksasiyaya məruz qalmır. İndeksasiya üzrə ödəmələr dövlət və yerli büdcələr hesabına, ictimai təşkilatların vəsaitləri hesabına və kommersiya əsasında işləyən müəssisə və ya idarələr vəsaitləri hesabına həyata keçirilir. Bu, kollektiv müqavilələr yazarkən nəzərə alınır. Əhalinin həyat səviyyəsinin tənzimlənməsinin digər metod kompensasiyadır. Bu qiymətlərin qalxmasına başlanması, yaxud gözlənilməsi vətəndaşların münaqişələri fəlakət nəticəsində hakimiyyət orqanları tərəfindən əhalinin bu və digər qrupların xərclərinin ödənilməsi. İndeksasiyadan fərqli olaraq kompensasiya adamları daimi müntəzəm olaraq dəstəkləməyi nəzərdə tutulur. İcra orqanları əllərində olan maliyyə vəsaitlərini çıxış edərək bu cür sosial yardım göstərilir. Əhalinin gəlirlərini tənzimləmənin hər bir yolu öz müsbət və mənfi cəhətləri var. Ölkədə qərarlaşdırılmış situasiyadan, iqtisadi imkanlardan dövlətin apardığı sosial siyasət məqsəd və sənəd olaraq onlardan birinə üstünlük verilir. Yəni gördüyümüz kimi əlbəttə burada digər amillərdən də istifadə olunur. Aztəminat vətəndaşların sosial müdafiəçidə dövlətin həyata keçirdiyi mühüm tədbirlər də vardır. Güzəştli vergilərin qoyulması, pulsuz yaxud da güzəştli xidmətlərin göstərilməsi, uşaqlar və işçiyə görə müavinətlər, təqaüdlər və s. Yəni, bugünkü dərsimizin əsas mahiyyəti də onu göstərir ki, biz hansı hallarda məhz sosial xidmət nədir və bu sosial xidmətin həyata keçirilməsində hansı deyək ki, biz kompleks tədbirlər sistemi nəzərdə tuturuq. Əlbəttə, biz gələcək dərsimizdə də bu məsələləri davam etdirəcəyik. Ona görə bugünkü dərsimiz bu qədər. Sağ olun, salamat qalın.